Bəyyinə surəsi Məkkədə nazil olmuşdur. 8 ayədir. Bağışlayan və mehriban Allahın adıyla. Kitab əhlindən, Yahudilərdən və xaçpərəstlərdən kafir olanlar və müşriklər özlərinə açıq-aşkar bir dəlil gəlməyənə qədər dinlərindən ayrılan deyildilər. Bu açıq-aşkar dəlil isə pak səhifələri onlara oxuyan Allah tərəfindən göndərilmiş Peyğəmbərdir, Muhammed əleyhissalam. O səhifələrdə doğru dürüst hökmlər vardır. Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil, Peyğəmbər və Qur'an gəldikdən sonra dində ayrılığa düşdülər. Onlardan kimisi Peyğəmbərə iman gətirdi, kimisi onu inkar etdi, kimisi də şək-şübhə içində qaldı. Halbuki onlara əmr edilmişdi ki, Allaha, dini yalnız ona məxsus edərək, batildən haqqa, İslam'a dönərək ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru düzgün din budur. Həqiqətən kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər. İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır. Səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır. Onların öz Rəbbi yanındakı mükafatı ağacları altından çaylar axan ədin cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır. Onlar da Allahdan. Bu nemətlər Rəbbindən qorxanlar üçündür.